Bu iddialar nə qədər doğrudur? Həqiqətən də biz nə bilim 25 günə, 45 günə dil öyrənə biliriksə, bəs niyə universitetlər var? Bəs niyə dünya dil mərkəzləri var? Bu kitablar niyə çap olunur? Əslində sualın içində özünüz də cavabı verdiniz. Bəli, real deyil, əlbəttə ki, real deyil. 20 günə dil öyrədərəm yox, 20 günə nə öyrədərəm? 20 günə çox şey öyrənmək olar. 20 söz də öyrənmək olar, 200 söz də öyrənmək olar, 20 cümlə də öyrənmək olar, amma 20 günə dil öyrənə bilməzsiniz. Mümkün deyil. Yəni bu Cambridge Universiteti, mən bayaq qeyd etdiyim ki, bu sahədə ən etibarlı mənbə, müəssisə, institut sayılır. Konkret olaraq öz saytında bayaq qeyd etdiyimiz dil səviyyələrinin öyrənilməsi müddətini qeyd edib, saatına qədər qeyd edib ki, bir tələbə tutaq ki, B1 səviyyədə dili bilmək üçün neçə saat tədris almalı, yəni dil öyrənməlidir. Konkret olaraq bu alimlərin, lingvistlərin, dilçilərin araşdırmalarının böyük bir zəhmətin nəticəsidir ki, ortaya qoyulub. Yəni bundan etibarlı mənbə düşünürəm ki, yoxdur. Mən bir mənalı olaraq çağırış edirəm ki, heç bir valideyn, heç bir tələbə, heç bir dil öyrənən belə məsələlərdə aldanmasınlar. Mütəxəssislərə etibar etsinlər, araşdırsınlar. Yəni mən bayaq qeyd etdim, yaxşı öyrədənin olmağı şərt deyil, yaxşı öyrənən də olmalı. Yaxşı öyrənən həm də yaxşı öyrədəni seçə biləndir. Biraz araşdırmalıdır, müasir zəmanədir, biraz göz açıq olmaq lazımdır ki, yəni yaxşı müəllim kimdir, nəticələri varmı o müəllimin? Bunlara ola bilər siz ingilis dilini bilmirsiniz, amma axı siz bu yaşınız qədər onlarla müəllim görmüsüz, iddialardan xəbərdarsınız, prosesdən xəbərdarsınız.